Bakıda kukla qalereyasının olduğunu bilirdiniz. İçəri şəhər metrosuna yaxın Qalateya restoranının ikinci mərtəbəsində yerləşən kukla qalereyası bu məkanı Bakıda digər restoranlardan fərqləndirən ən maraqlı xüsusiyyətlərdən biridir. Bu məkan yalnız yemək məkanı deyil, həm də fərqli bir məqəni atmosfer yaradan kiçik bir kukla sərgisi kimi diqqət çəkir. Burada müxtəlif üslubda hazırlanmış kuklalar nümayiş olunur və hər biri özünə məxsus obrazı, geyimi və ifadəsi ilə ziyarətçilərdə maraq oyadır. Bəziləri nağıl qəhrəmanlarını, bəziləri isə gündəlik həyat obrazlarını xatırladır. Kuklalar arasında həm ənənəvi, həm də müasir üslubda hazırlanmış nümunələrə rast gəlmək olur. Bu, məkana daxil olan insanlara sanki kiçik bir nağıl dünyasına düşmüş kimi hiss etdirir. Uşaqlar üçün xüsusilə maraqlı olur. Böyüklər üçün isə nostalji və sənət baxımından fərqli bir təəssürat yaradır. Əl işi olduqları üçün hər biri unikaldır. Bu kuklalar restoranın interyerinə xüsusi bir nağılvari aura qatır. Ziyarətçilər tez-tez buranı sanki kiçik kukla muzeyi kimidir deyə təsvir edirlər. Restoranda yemək yeyərkən ətrafda bu kuklaları izləmək insana həm estetik zövq verir, həm də sakit və yaradıcı bir mühit yaradır. Xüsusilə uşaqlar və foto çəkdirməyi sevənlər üçün çox maraqlı bir məkandır. Ümumilikdə Qalateyadakı kukla muzeyi klassik muzey kimi böyük olmasa da, özünəməxsus ruhu və dizaynı ilə yadda qalan, ziyarətçilərə fərqli təcrübə yaşadan bir güşədir.